Qarşıma belə bir məlumat çıxdı. Dövlət Məşğulluq Agentliyi 2018 və 2023-cü illər arasında universitet bitirən məzunların işlə təminatı barədə statistik məlumatlar yayıb və qeyd edirəm. Dövlət Məşğulluq Agentliyi, yəni bizim partiyanın şöbəsi deyil, müxalifət bir qurumu deyil, dövlətin öz qurumudur və dövlət öz qurumu bu məlumatları yayıb. Çox heç də deməyəcəm, sizin ixtiyarınıza buraxacam. Biz bu barədə danışanda, bizlə debata çıxan iqtidar nümayəndələri deyirlər, siz qərəzlisiniz, nə danışırsınız, istənilən gənc özünü realizə edə bilər, ali təhsilli insanlar yaxşı oxuyubsa iş tapıl, pul qazanırlar və biz bunlara sübut edə bilmirdik və bizə deyirlər ki, yox, siz bu rəqəmləri özünüzdən deyirsiniz, hər şey yaxşıdır, filan beşməkən, indi bilirsiniz də, standart məmurlar, deputatlar, nazir müavinləri nələr deyir. Qeyd edirəm, oxuyacağım rəqəmlər Dövlət Məşğulluq Agentliyinin özünün mediaya yaydığı məlumatlardır. Demək, 2018-2023-cü illər arasında Azərbaycanda 121 min, təqribi 121 min tələbə məzun olub. Yəni 121 min tələbə universitetini bitirib və ali təhsilli diplom alıb. Yəni olub mütəxəssis. 121 min tələbədən 58% işlə təmin olunub. Yəni 121 min tələbənin 58% hardasa eləyir 71 min nəfər. Bu deməkdir ki, bu 5 il ərzində məzun olan 50 min tələbə işsizdir. Yəni işsiz məzun. Universitet bitirən 50 min işsiz var. 5 ildə. İndi deyilə bilər ki, baxın da 71%, 58% işlə təmin olub. Bununla bağlı da məlumat yayıb, detallı şəkildə sağ olsun Məşğulluq Agentliyi. 1550 manatdan çox maaş alanların sayı cəmi 582 nəfərdir. Və mən sizə əmin edirəm ki, bu 582 nəfərin də böyük əksəriyyəti tanışlı adamlardır. Yəni, indi baxın da 582 nəfər 121 minin neçə faiz eləyir? Neçə faiz eləyir? Yəni, onu hesablayın görək. 1% eləyir, eləmir. Səhv eləmirəmsə, heç 1% də olmur. Və deyilə bilər ki, bəli, bunlar ola bilsin, indi karyera işlərindədir, bu 400 manatla başlayırlar, sonra yüksələcəklər filan, yox. Və burada eynən Məşğulluq Agentliyinin yaydığı məlumata əsasən 121 minin məzunun 71 min ki işləyirlər. Onlara ən çox iş yeri verən qurumlar kimlərdir? Supermarketlər. Təbii ki, supermarketlər. Oxuyuram sizə, baxın. Araz supermarketi, McDonald's, Oba market, Rahat market, Bravo market. Yəni, baxın, biz deyə bilərik ki, Azərbaycan təhsil sistemi hörmətli